Hərbi xidmətə çağırılan, amma bu xidmətdən yayınan insanlar da var. Bunu hətta biz sizin təqdim etdiyiniz məlumatlarda da tez-tez görürük. Bunlarla bağlı hansı tədbirlər görülür? İlk olaraq gəlin müəyyənləşdirək ki, yayınan şəxslər kimlərdir və nədən yayınırlar? İlk olaraq bunu gərək biz müəyyənləşdirək. Yəni konkret olaraq kateqoriyalar var və bu kateqoriyalar bizə aydınlıq gətirməliyik. Yəni bugünkü gündə bizim el arasında belə bir söz var. İndi hərbi vəzifəlilər növbəti tibbi şəhadətləndirmədən dedikdə neqodni sözündən çox istifadə edirlər. Yəni 3 ildən bir komissiyadan keçməli olan şəxslərdən söhbət gedir. Yayınan şəxslərlə bağlı təbii ki, normalar qanunvericilikdə də əks olunub. Hansı hallarda, hansı formada bu proses tənzimlənir və necə qərarlar qəbul olunur. İlk olaraq onların tapılmasında biz ərazi polis orqanlarına ilə birgə deməli işbirliyi qurmuşuq. Birgə axtarış tədbirləri aparılır. Deməli tapılmadıqda isə inzibati məsuliyyətə cəlb olunurlar həmin şəxslər. Yayınmasını davam etdirdikdə sərhəd keçməyə məhdudiyyəti də tətbiq olunur. Bu da ki, bugünkü gündə qanunvericilikdə nəzərdə tutulan tədbirlərdən biridir. Tapılmadıqda isə yekunda materiallar prokurorluq orqanlarına deməli təqdim olunur və bu yerdə də bir daha da bunu da vurğulamaq yerinə düşər ki, artıq Cinayət Məcəlləsində də bu barədə də qanunvericilikdə dəyişiklik baş verdi və 321-ci maddəsinin Cinayət Məcəlləsinin qeyd hissəsində bu haqda da açıq-aydın əks olunub bunlar hamısı. Təbii ki, biz xidmət olaraq xidmətin yayınma hallarının kriminallaşdırılmasında maraqlı deyilik. Ona görə ki, bizi təkcə Respublika daxilində yox, yəqin ki, bu müsahibəni digər yerlərdə də baxacaqlar. Mən bir daha da vətəndaşlarımızı yayınma hallarına yol verməməyə çağırıram. Faktlar var, mediada dərc olunur. Bəzi hallarda, indi özünüz də yəqin ki, şahidi olmusunuz ki, prokurorluq orqanları cinayət işlərinin başlanmasını həyata keçirirlər və nəticə etibarı hətta məhkəmə qərarları da mövcuddur bugünkü gündə. Biz vətəndaşlarımızı nizam-intizama çağırırıq.